Tezliklə düşmən tapdağında olan torpaqlarımızı azad edəcək, qürur mənbəyimiz olan, özünün dediyi kimi canımız, ürəyimiz, qürurumuz olan bayrağımız bizim işğalda olan torpaqlarımızda tezliklə dalğalanacaq. Bu minvalla, bu arzuyla mən sizdən ayrılıram, hər birinizi bağrıma basıram. Bir daha sizə təşəkkür edirəm ki, bu tədbirdə iştirak etdiniz. Aybəniz xanım, sizə də hədsiz dərəcədə minnətdarlığımı bildirirəm. Çox sağ olun, minnətdaram. Kim söz demək istəyirsə, ağsaqqallardan, Ələhəddin müəllim, siz, Tayra xanım, siz, kim istəyirsə, Esvera xanım, Elnaya müəllim, buyurun, istəyirsiniz danışın, buyurun. Aybəniz müəllim, çox sağ olun. Sizin bütün kollektiv adından dərin minnətdarlığımı bildirirəm və bugün mən hər tərəfli qürur hissi keçirdirəm. Birinci növbədə bugün tədbirin iştirakçıları öncədən axıra qədər mənim yuxarı siniflərə buraxdığım 10B və 6B-nin şagirdləri və körpə fidanlar onların gələcəyi olan 2B-dir. Və mən fəxr edirəm ki, həmişə buraxdığım sinifləri siz davam elətdirirsiniz. Mən fəxr edirəm ki, mənim balalarımın taleyi gözəl əllərdədir. Çox sağ olun, var olun. Sizin kimi müəllimələr, sizin kimi şəxsiyyətlər məktəblərdə daim çox olsun. Təbrik edirik, sağ olun. Əziz qonaqlar, mehriban müəllimlər, doğma şagirdlər. Mən də təhsil şöbəsinin nümayəndəsi kimi bugün həqiqətən bu gözəl bir tədbirin müsbət aurasından ayrıla bilmirəm. Çünki bizim bir neçə gündən sonra gözəl bayramımız yaxınlaşır, yəni bayraq bayramımız. Bugün münasibəti ilə bu bizim şəhərimizin ən gözəl tanınmış məktəblərdən biri olan 15 nömrəli tam orta məktəbin həm pedaqoji kollektivi, həm də şagird kollektivinin iştirakı ilə məktəbli şagirdlərin, xüsusilə adları çəkilən ikinci sinif şagirdlərinin burada gözəl çıxışları həqiqətən məni sevindirdi. Çünki biz bilirik ki, sentyabr ayının 27-sində bizim Cənab Prezidentin Sumqayıta gələrək gözəl obyektlərin, binaların açılışını, şəhərimizin icra başçısının daim qayğısı mən deyə bilərəm ki, həqiqətən həm məktəblərimizə qayğısıdır, həm şagirdlərimizə, həm şəhid övladlarımıza, valideynlərinə göstərilən daimi diqqət qayğısıdır. Bugün həqiqətən ürək ağrıdıcı bir haldır ki, bizim burada şəhidlərimizin valideynləri iştirak edirlər. Mən onlara deyirəm ki, əziz qardaşlar, əziz bacılar, əziz atalar, əziz analar, bu şəhidlər təkcə sizin övladlarınız deyil. Bu, bütün Sumqayıt cəmaatının, bütün Azərbaycan xalqının balalarıdır. Çünki onlar bizim müqəddəs Azərbaycan torpağının uğrunda canlarına qurban vermişlər. Biz bugün bu şəhid bağlılar qarşısında baş eyirik, onların anaları, atalar qarşısında baş eyirik. Deyirəm mən şəxsən, mən deyirəm ki, həmişə sizin beliniz dik olsun. Biz öz Azərbaycan şəhidlərimizlə daim fəxr etməliyik və bu tədbiri təşkil edən, yəni Aybəniz müəllimimizin adını çəkib deyərdim ki, mən həqiqətən fəxr edirəm ki, bəli, bizim belə bacarıqlı müəllimlərimiz, onların yetişdirdiyi şagirdlər də gələcəkdə Azərbaycan torpağının qoruyucuları kimi böyüyürlər. Həqiqətən bu şəhərin, bu məktəbimizin şəhərdə böyük nüfusu olan bir məktəbdir. İndi daha da məktəbimizin möhkəmlənməsi, gözəl pedaqoji kollektivi var burada. Elə sir deyil ki, bizim şəhərimizin icra başçısının müavini
Təhsil şöbəsinin müdürü Nuriyə xanım, Məlisələ bu məktəbin rəhbər işlərində işləyən insanlar olur. Demək olar ki, bundan sonra da daim şəhər rəhbərliyi tərəfindən böyük qayğı ilə məktəblərimiz, şagirdlərimiz, müəllimlərimiz daim əhatə olunacaq. Mən bir daha sizə hamınıza təşəkkür edirəm. Çox sağ olun ki, belə gözəl bir tədbir təşkilləmişsiniz. Bu bizim Azərbaycan övladlarının, Azərbaycan balalarının həm vətənpərvərlik ruhunda tərbiyə olunmasında, həm doğma torpağımıza onların məhəbbətlə, sevgi ilə böyüməsində böyük rolu vardır. Çox sağ olun. Sağ olun.